Elə dillə bağlı danışdınız Fazil bəy. Bu yaxınlarda prezidentin də bununla bağlı çıxışı oldu. Azərbaycan dilinə önəm verməliyik, mütləq və biz buna borcluyuq. Zamanında Ümummilli lider Heydər Əliyev də dillə bağlı çox insanı düşündürəcək fikirlər söyləmişdi. Çünki həm də bir ölkənin tanınması üçün, bir xalqın tanınması üçün onun dili mütləqdir. Amma biz niyəsə başqa dillərə daha çox üstünlük veririk. Sanki bəzi insanlar var ki, öz dilində, doğma ana dilində danışmağa utanırlar. Bax, bunun qarşısını almaq üçün nə etməliyik biz? Bununla bağlı mənim məclisdə son iclasda bir çıxışım oldu. İctimai TV ilə bağlı məsələlər müzakirə olunarkən orada bir müqayisəni apardım. Tələbə qəbulu üzrə dövlət demək imtahan mərkəzi onun demək verdiyi məlumatları təhlil eləyəndə nə aydın olur? Ən yaxşı nəticəni uşaqlar ingilis dilindən göstərirlər. Ən pis nəticəni Azərbaycan dilindən göstərirlər. Dil mahiyyətcə insan yaşayaraq öyrənir doğma dili. Amma xarici dili qrammatika üzərindən öyrənirsən. Və yaşayaraq onu öyrənən insanların çoxu geri dönüb onun qrammatik, yəni canını, mahiyyətini öyrənməyə tənbəllik eləyirlər. Ona görə ana dilində siz diqqət edirsinizsə, küçə jargonu ilə danışanlar, adi dili rahat danışan insanların heç də hamısı ana dilini bilmirlər. Və sinonim qıtlığı yaşayırlar. Dildə hansısa bir əsər yazanda onun zənginliyini göstərə bilmirlər. Azərbaycan dilinin əslində problemi nə ilə bağlıdır? Problem ədəbiyyatla bağlıdır. Texniki ədəbiyyatın olmaması. Bunu biz məclisdə müzakirədə dedik. Fəlsəfə terminlərinin olmaması. Digər sahələrdə belə terminoloji bazanın zəif olması. Bunun üçün nə lazımdır? Bunun üçün hər bir sahədə biliklər, elm inkişaf eləməlidir və əsərlər yazılmalıdır. Əsərlər yazılanda o dil artıq hansısa bir yaradıcı insanların məhsulu olaraq hansısa bir sözün qarşılığını tapmaq imkanı yaradır. Bizdə əsər yoxdur axı. Fəlsəfə əsər demək olar ki, yox səviyyəsindədir. Texniki əsərlər yox səviyyəsindədir. Yəni bunu biz universitet mühitini, universitet muxtariyyətini, universitet azadlığını genişləndirə bilmədik, yarada bilmədik deyə dili orada inkişaf etdirirsən. Elm mühitində inkişaf eləyirdi. Və diqqət edirsinizsə, bizim tariximiz də türk dilinin hegemon olduğu tarix olmayıb. Ərəb, fars dillərinin daha çox hegemon olduğu ədəbi. Hətta türk sülalələri olub, dil fars dili olub. Hətta Osmanlı 500 il hakimiyyətdə olub, Osmanlının əsas dili fars dili olub. Bütün divan ədəbiyyatı farsça, sultanların məktubu farsça olub. Və bu bizə nəyə göstərir? Atatürk gələndən sonra Osmanlı bu anlayışını dəyişərək yeni bir model ortaya qoyur və türk dilinin cəmiyyətdə üstün mövqeyə çıxmasını təmin edir. Bizdə də bu tarixi ənənədə biz bunu dirçətmə imkanına sahib deyilik. Çünki şifahi xalq yaradıcılığından önəmli yazılı mətndir. Yazılı mətn isə Azərbaycanda komediyalar formasında Mirzə Fətəli Axundov, deyək, povest formasında Aldanmış Kəvakib, Mirzə Fətəli Axundov və sonra da füyuzatçılar, Molla Nəsrəddinçilər və başqaları, Zərdabinin əkincisi falan. Və biz bu ənənəni Sovet dövründə qismən Azərbaycan ədəbi dilini Dəmirzadənin və başqa alimlərimizin, Əli Sultanlı, başqalarının yaradıcısı hesabına zənginləşdirmişik. Amma müasir dövrdə bizi bəzən prezidentin dili saflaşdırma çağırışını sanki dili qapatma kimi təqdim eləməyə çalışırlar. Əslində bu deyil. Dil əslində biraz da açıq olmalıdır. Və bizim üstünlüyümüz nədədir? Bizim dildə yeni komponentlər götürmək üçün alternativlərimiz, məsələn, ermənidən, gürcüdən daha çoxdur. Çünki türk dilli arealdan biz bunu edə bilərik. 1932-ci ildə Atatürk tərəfindən Türk Dil Kurumu yaradılıb. Orada tutaq ki, bütün sözlərin türkcə qarşılığının tapılması onun əsas vəzifəsidir. Nümunələrdir. Yəni bu nümunələri biz etmə. Biz tərcümə sektoruna
dövlətin nəzarətində olan bir mexanizm kimi baxmamalıyıq. Biz əksinə ayrı-ayrı özəl tərcümə demək sektorunun canlanmasına çalışmalıyıq ki, dünya ədəbiyyatının, dünya iqtisadiyyatının, dünya texnologiyasının şirəsini çəkib əsas mahiyyətini tərcümə edə bilsinlər. Məsələn, bu yaxınlarda Michio Kaku'nun əsərləri Azərbaycancaya tərcümə edilir. Carl Sagan'ın əsərləri tərcümə edilir. Bu, deyək ki, yeni texnologiyanı təqdim edən, onun aparıcı simaları olan bilim adamlarının yaradıcılığının Azərbaycan dilinə bu tərcümə edəndə mütləq sən terminoloji yenilikləri orada tətbiq edəsən. Ona görə də biz dili biraz daha qapalı bir məkana salmamalıyıq. Dili biraz daha açmalıyıq və texnoloji dilə açıq eləməliyik. Ona görə də mən fəlsəfi mətn dilin çox zənginləşməlidir və bunun üçün də biraz dediyim kimi düşüncə azadlığı, universitetdə bir insanların müzakirə mühitini doğru yaratmalısan ki, o universitet artıq hansısa bir qocalmış, vaxtını keçmiş bir mühit kimi insanların ürəyinin sıxıldığı yer belə deyək də olmasın. Məsələn, bizdən hələ də o anlaşılmır ki, universitet bilik almaq yeri deyil. Universitet bilik alma yeri bu günləri heç mən universitetə getmədən də internetdən ala bilərəm. Evimdə olan kitabdan, ya kitabxanada oxuduğum kitabdan ala bilərəm. Universitet aldığım biliyi müzakirə eləmə yeridir. Tələbə ilə, müəllimlə müzakirə eləyə biləcək. Daha genişləndirmək, fikir mübadiləsi apara biləcək. Bizdə universitet fikir mübadiləsi aparılan yerə çevrilmir. Əslində bu televiziyada aiddir, bu başqa məkanlara da aiddir. Onda artıq düşüncə həyatı canlanacaqdır və insanlar daha çox bu dedikodu, hansısa bir deyək ki, xurafat, mövzumat və başqa detallar üzərində düşünməyəcəklər. Daha çox düşüncə bazasını, bagajlarını müzakirəyə və müqayisəyə çıxara biləcəklər. Əsas dildə də bu vacib məsələlərdən biridir.